Salam hörmətli Avroviziya fanları, hər birinizi mənim YouTube kanalımda salamlayıram. Bugün də növbəti reaksiya videosu ilə qarşınızdayıq. Bu dəfəki ölkə Xorvatiyadır. Xorvatiyanın yeni mahnısını 2026 Avroviziya üçün seçdiyi mahnını analiz və reaksiya edəcəyik. Görək nə göstərir bu dəfəki mahnı, maraqla gözləyirəm. Xorvatiya son illərdə maraqlı mahnılar göndərir, onu deyim, amma belə Eurovision tarixinə baxanda elə də onların da uğurlu keçmişi o qədər də yoxdur. Yəni güclü ölkələrdən biri sayılır, amma son illərdə iddialı sayılırlar. Məsələn, Rim Tim Tagidim mahnısını xatırlayırıq. Baby Lasagnia'nın uğurlu nəticə göstərmişdi. Ötən il də maraqlı və qəribə bir mahnı idi. Poison Cake adlı. Belə götürsək, Xorvatiyanın mənim ağlımda qalan mahnılarından ən yaxşı maraqlıları da məsəl üçün 2016-cı ili xatırlayıram. Maraqlı bir mahnısı vardı 2016 Avroviziya müsabiqəsində. Bəli, elə isə çox vaxt itirmədən başlayaq. Bu il Xorvatiyanı Lelek qrupu təmsil edir. Andromeda adlı mahnı ilə və milli finalda seçildi bu mahnı. Milli final performansını izləyəcəyik elə Avroviziyanın YouTube kanalından və onu da qeyd edelim ki, yavaş-yavaş, yəni saxlaya-saxlaya reaksiya, analiz öz yerində, amma blok gəlməsin deyə bundan istifadə etməliyik. Yəni birbaşa mahnını yayımlaya bilmərik. İzləmək istəyənlər birbaşa elə Avroviziyanın öz YouTube kanalına daxil olub izləyə bilər rahatlıqla. Elə isə başlayaq. Oy oy oy, maraqlı bir başlanğıc. Güclü bir başlanğıc etdilər, onu demək olar ki, hər birinin səsi güclüdür, hər birinin. İllüzyondur sanki, illüziya izləyirik. Maraqlı, fərqli bir mahnı ilə demək olar ki, bu mövsüm bu il iştirak edəcəklər. Yaxşı giriş idi həqiqətən. Yəni fanatı, izləyicini saxlayır. Ekranda saxlayır bu mahnı. Hələ ki. Görək. Sanki Misir mədəniyyətini burada nümayiş etdirir Xorvatiya. Onu da demək olar. Ooo. Möhtəşəm. Hələ ki bu dəqiqəyə qədər, bu saniyəyə qədər onu demək olar ki, möhtəşəmdir. İnanırsınız, bir də əvvəl atmağı istədim. Baxın, baxın. Güclüdür, güclü vokal, güclüdür. Yəni 5 ifaçı, əlbəttə ki, burada səs güclülüyü var, 5 nəfərdir. Amma səsləri də yəni pis deyil, əla alınıb, bir-birinə oturur və sanki bir maraqlı arxada səhnə quruluşuna fikir verin. Belə şey olmayıb. Yəni bu fərqli səhnə quruluşudur. Arxada şamlar, fironlara bənzər orada məbədlərdir yoxsa yəni fantastik bir şeydir. Hələ ki qəribə mahnıdır, performansdır. Mahnı nəsə mənim gözləntilərimi yüksək tutmağıma səbəb olur. Hələ ki. Andromeda adlı mahnı ilə. Aha. Yenidən başlandı ikinci. Mən 2 dəqiqə 10 saniyədən sonra, mahnıların əsas hissəsi məhz 2 dəqiqə 10 saniyədən sonra başlayır.
Hələ bu hissələr biraz alışdırmadır o mərhələlərə. Hələ başqa bir şey görə bilərik. Mahnının partlayış məqamı, kulminasiya nöqtəsi məhz həmin vaxt ola bilər. Fantastika. Baxa. Duman bastı. Biz Gürcüstanı xatırlayırıq. Mən onu xatırladım şəxsən. 2015-ci ildir məncə İsveçdə keçirilən Warrior adlı mahnı. Məhz orada da bax belə tüstünü çox buraxdılar, oxuya bilmədi. İndi burada bax tüstünü buraxmağın da öz norması var. Düzdür, milli finalda bilmirəm necə olacaq. Hal-hazırda elə biraz buraxan kimi demək olar ki, iştirakçıları tutub. Amma yəni bu da təhlükəli şeylərdir. Performansı aşağı sala biləcək məqamlardır. Yəni səhnə üçün istifadə olunan o dumanı, tüstünü çox buraxmaq lazım deyil məncə. Çünki biz Gürcüstanın o çıxışında görmüşdük. İfaçı yox olmuşdu orada. Nina Sublakti yox olmuşdu orada. Yarım final mərhələsidir, yoxsa final mərhələsi. Düzdür, ölkə elə də pis təsir bağışlamadı, yaxşı çıxış elədi. Belə zəif mövqedə qərarlaşmadı, amma mənfi təsir göstərdi. Bəlkə də o olmasaydı daha yüksək pillədə ola bilərdi. Gürcüstan, Nina Sublakti 2015-ci il nəzərdə tuturam. Gürcüstan təmsilçisi. Burada da indi bax o mənfisini işləyə bilər Xorvatiyanın. Bax. Bu nəzərdə tutulub görünmür. Amma yaxşı. Kameranın görüntüsü də bizi aldada bilər. Fikir verin. Kameranın görüntüsü də bizi aldada bilər. Çünki aşağıdan götürüldü bu çəkiliş və hal-hazırda indi üst səviyyədən görüntü odur ki, elə də çox buraxılmayıb duman. Güclü vokal. Alov gördük biz orada. Yeni alovlar. Qəribə mahnı. Hər adam tuta bilməz mahnı. Aha, biraz hiss elədi yəqin ki, baxın. Orada kimsə səhvə yol verdi. Telefon buraxdı. Hərəkət budur. Andromeda. Aha, bu hissəni nəzərdə tuturdum. Sonluğu deyəsən fantastik eləyirlər. Temp yüksəlir, hərarət yüksəlir. Sonluğa diqqət. İşıqlar. Möhtəşəm. Sonluq həqiqətən möhtəşəm idi. Alqış düşür yalnız. Bir də baxmaq istəyərdim o sonluğa. Tempi yüksəltdilər və yuxarıda bitirdilər. Möhtəşəm idi. Xorvatiyanın çıxışına bir də baxaq. Milli finalda. Yəni əla, yəni bu çıxış haqqında nə demək olar? Möhtəşəm idi. Onu demək olar ki, əla mahnı idi həqiqətən. Səhnə performansı haqqında onu demək olar ki, çox fərqli idi. Çox fərqli idi. Arxada şamlar filan, dekorasiya möhtəşəm idi. Axırda tüstü filan, hər şey var demək olar ki, bu səhnədə. İfaçıların səsi yaxşı, düz ara bir səhvləri olurdu, amma yenə də yaxşı qiymətləndirmək olar. Final şansları rəqiblərdən də asılıdır, amma bu mahnı məncə zəif deyil. O finalda qalacaq, daha doğrusu yarım finalda qalacaq səviyyədə deyil. Xorvatiya bu il ötən ilkindən
yaxşı idi. Yəni ötən ilkin çox qarışıq bir mahnı idi. Poison Cake. Yəni bir dənə söz əzbərləmişdi. Var ki, bir səhnə performansı falan da yox idi. Amma bu daha fərqlidir. Daha hər tərəfli bir mahnıdır. Vokal cəhətdən, həm səhnə performansı cəhətdən. Ona görə bu il, yəni yekunlaşdırmalı olsam, Xorvatiyanın uğurlu iştirakçılarından biri ola bilər. Xorvatiya Avroviziya tarixinin ən yaxşı mahnıları sırasında yer ala bilər. Bu səhnə performansı, bu çıxış uğurlu məncə seçimdir. Uğurlar arzulayırıq Xorvatiyada. İnanırıq ki, may ayında bizi həqiqətən maraqlı, Viyanada maraqlı bir müsabiqə gözləyəcək. Növbəti canlı yayımlarda, daha doğrusu YouTube canlı yayımlarımız da olacaq, amma növbəti reaksiya videoları hələ ki davam eləyir və bu reaksiya videoları canlı yayımlarında olması üçün kanala abunə olub like etməyi unutmayın. Qarşıda da bizi hələ bir neçə ölkə gözləyir. Azərbaycan, ölkəmiz elə Avroviziya iştirakçısını seçməyib, mahnısını seçməyib və maraqla gözləyirik. İzləmədə qalın. İnanırıq ki, daha da maraqlı olacaq. Yaxın günlərdə, yaxın həftələrdə artıq seçimimizi də edəcəyik. Azərbaycan seçimini edəcək. Eyni zamanda hələ Finlandiya var, milli finalına video çəkiləcək. Ola bilsin. Eyni zamanda İsveç elə seçməyib. Norveç qalıb. Ona görə izləmədə qalın. Kanala abunə olub, bildirişləri açmağı unutmayın, like etməyi, əsasən şərh yazmağı unutmayın. Maraqlı şərhlərinizi gözləyirəm Avroviziya fanatlarından. Görüşənə dək növbəti videolarda hələlik.